Onkologiya pulsuzdur. Bəs xəstələr niyə pul ödəyir? Onkoloji yardım haqqında Azərbaycan Respublikasının qanununun 4-cü maddəsinin 3-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələr tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsait hesabına həyata keçirilir. Həmin qanunun 12-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, onkoloji xəstələrin dövlət tibb müəssisəsində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsait hesabına maliyyələşdirilir. Azərbaycan səhiyyəsinin ən böyük paradokslarından biri də onkologiya sahəsindədir. Kağız üzərində hər şey pulsuzdur deyilir, amma reallıqda xəstələr böyük məbləğlər xərcləyirlər. Mövzuya buradan başlayaq ki, dövlət büdcəsi onkoloji dərmanların hamısını qarşılamır. Yalnız siyahıda olanlar verilir. Onkologiya sahəsi isə çox sürətlə inkişaf edən sahədir. Bəzən siyahıdakı dərmanlar 10 il əvvəlin texnologiyasıdır. Həkim xəstəyə daha effektiv olan və siyahıda olmayan yeni nəsil dərman məsləhət görür. Bu isə vətəndaşlar üçün çox böyük maliyyə yüküdür. Əsas problem budur ki, onkoloji büdcə qapalı qutu kimidir. Hesabatlılıq yoxdur. Hazırda dövlət onkologiya üçün pulu birbaşa xəstəxanaya ödəyir. Amma o büdcənin neçə nəfərə çatdığı, hansı dərmanların alındığı və xəstənin cibindən nə qədər pul çıxdığı barədə ictimaiyyətə açıq hesabat verilmir. Burada dövlət nəzarət mexanizmi xəstə məmnuniyyəti üzərində deyil, hesabatlıq üzərində qurulub. Yəni xəstəxanadan soruşanda deyir ki, mənə verilən büdcəni tam xərcləmişəm, filan qədər xəstə qəbul eləmişəm. Amma xəstədən soruşan yoxdur ki, sən o dərmanı hardan aldın? Səndən əlavə pul tələb elədilərmi? Bizdə şikayət mexanizmi də zəifdir. Mən düşünürəm ki, xəstələr həkimdən asılı olduqları üçün bəzən şikayət etməyə məncə qorxurlar. Digər problem datalar şəffaf deyil. Biz bilmirik ki, dövlət siyahısında olan dərmanların neçə faizi hazırda ambardadır. Xəstəyə yoxdur deyiləndə o bunun obyektiv yoxsa subyektiv yoxluq olduğunu araşdıra bilmir. Başqa bir problem, Səhiyyə Nazirliyi hazırda həm onkologiya sahəsində büdcəni idarə edir, həm müalicəni öz tabeliyindəki mərkəzdə həyata keçirir, həm də özü öz işinə qiymət verir. İqtisadiyyatda buna maraqların toqquşması deyilir. Bizə lazımdır ki, pulu ödəyən tərəf xidmət göstərən tərəfdən hesabat tələb etsin. Müştəri və icraçı eyni adam olanda ortada vətəndaşın xeyrinə şəffaflıqdan danışmaq çətindir. Çıxış yolu odur ki, onkologiya icbari tibbi xidmətlər zərfinə tam daxil edilməlidir. İcbari tibbi sığortanın işləmə mexanizmi şəffafdır. Pulu xəstəxanaya yox, xəstənin müalicəsini ödəməliyik. Bəs bu mövzu haqqında siz nə düşünürsünüz? Videonu bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.